Xəbər verdiyimiz kimi 2 gün bundan əvvəl Qəbələ rayon məhkəməsinin sədri Abbas Əliyevin oğlu 34 yaşlı Emil Əliyev həyat yoldaşına bıçaqla xəsarətlər yetirib, daha sonra isə özünü binadan ataraq həyatına son qoyub. Doğru Xəbər Azərbaycanın əldə etdiyi məlumata görə hazırda qadının durumu olduqca ağırdır. Xırdalanda dəm qazından ölüm hadisəsi baş verib. Qafqaz İnfo bildirir ki, hadisə şəhərin 26-cı məhəllə adlanan hissəsindəki fərdi yaşayış evində qeydə alınıb. Belə ki, Rahib Xeyrullaoğlu Qəmbərov yaşadığı evin hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır. Balaxanında avtomobil piyadanı vuraraq öldürüb. Hadisə qəsəbənin 28 may küçəsində baş verib. Belə ki, Hüseyn Mübarizoğlu Ağayev idarə etdiyi BMW markalı avtomobillə yolu keçən Ələsgər Ağa Ələsgəroğlu Bağırov vurub. Piyada aldığı ağır xəsarətlərdən elə hadisə yerindəcə ölüb. Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır. Bakının tam mərkəzindəki otellərin birində isə meyit tapılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, yanvarın 27-si saat 23 radələrində Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşaoğlu Aliyevin meyidi Targov məhəllə adlanan ərazidə Tərlan Əliyarbayev küçəsində yerləşən oteldəki otaqda tapılıb. Onun üzərində hər hansı bir xəsarət aşkarlanmayıb. Baş vermiş faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma işləri aparılır.